düşmən qoşununa tərəf yönəltdiyi bir ifadədir ki, o da budur ki, həl min nasirin yansurini. Aya mənə kömək edəcək olan bir şəxs varmı? Bütün tarixçilər yazırlar, istər sünni, istər şiə tarixçilər yazırlar ki, İmam Hüseyin Aleyhisselam bu sözü hər kəs şəhid olandan sonra Həzrət yara almışdı bədəni və Həzrət yaraların, ağrıların təsirindən hasız idi. Həzrət bir əlin qılıncın vurur yerə, torpağa, qılınca təkki olaraq özün düşmən qoşuna tərəf tutaraq bu kəlməni istifadə edir. Həl min nasirin yansurun. Həzrət hər kəs şəhid olandan sonra düşmən qoşununda bunu deyir. Aya mənə kömək edəcək olan şəxs varmı? Burada sual çıxır qarşıya ki, ya İmam Hüseyin, ya Əbu Abdullah, hər kəs şəhid olub, sən də şəhid olmaq ərəfəsindəsən. Nə səbəb olur ki, hər kəs şəhid olandan sonra və özü də şəhadət məqamına yaxın bir zamanda Həzrət üzün qoşuna tutub sözü deyir. Tarixçilər buyururlar ki, İmam Hüseyin Aleyhisselamın düşmən qoşununa bu ifadəsi, bu xitabı ki, həl min nasirin yansurun, aya mənə kömək edəcək bir kəs varmı? Bunun fəlsəfəsi, hikməti budur ki, İmam, məsum imam o kəsdir ki, insanları ruh bədəndən çıxana qədər hidayət eləsin, yola gətirsin, doğru yola yönətsin. İmam Hüseyin Aleyhisselam gördü bu kafirlər, bu düşmən qoşunları bu qədər qan töküblər. Özü də artıq şəhadət məqamı satmalıqdadır. Həzrət özü bir imam olaraq, mehriban imam olaraq, hadı hidayət eləyən imam olaraq, yol göstərən imam olaraq Həzrət son dəfədə öz missiyasını eləyir, tamamlayır ki, buyurur ki, mən olan yer behişdir, sizlər olan yer cəhənnəmdir. Həzrətin bu ifadəsinin bir hikməti vardır ki, o son anda oradan kim peşman olub, tövbə eləsə, keçsi İmam Hüseyin Aleyhisselam tərəfə onunla şəhid olsa, İmam sanki bir nəfər neynə cəhənnəmdən azad elədi. Yəni Həzrətin o son andakı ifadəsinin ki, həl min nasirin yansurni, aya mənə kömək edəcək bir kəs yoxmu? Bunun fəlsəfəsi budur ki, İmam istəyir ki, son anda neynəsin? Bir insanı bataqlıqdan çıxarmağa kömək ola bilsin. Allaha and verək, İzzət və Cəlalə xatirin Allah mütəala inşallah bizi də İmamın vəzifəsini dərk eləyənlərdən və İmamın Allah övliyasının vasitəsilə inşallah hidayət olanlardan bizi qərar versin. Əssalamu aleykum və rəhmətullahi və barakatuh.